Salam dəyərli YouTube kanalı izləyicilərim, hörmətli müəllimlər və müəllim olmağa hazırlaşanlar, hər birinizi xoş gördük. Zəka atölyəsində biri-birindən maraqlı mövzularla dərsi hazırlıq dərslərimiz davam edir. Dəyərli müəllimlər, əziz izləyicilər, bugün sizə geyim dizaynında çox vacib olan bir mövzu ilə gəlmişəm. Mövzumuz bədən quruluşunun tipləri və proporsiyaları haqqında olacaq. Elə isə ekranlara yaxın əyləşirik və diqqətimizi dərsə yönəldirik. Dəyərli müəllimlər, bildiyimiz kimi geyim insan bədənində sadəcə parçadan ibarət deyil. Ümumiyyətlə, geyim insan bədəni ilə birbaşa əlaqədə olan bir formadır. Və bu səbəbdən də dizayner olaraq ilk növbədə insan fiqurunu düzgün tanımalı və təsvir etməyi bacarmalıyıq. İnsan fiqurunun tarixi, proporsiyaları hələ qədim dövrlərdən təsdiq olunub. Biz əvvəlki dərslərimizdə də bu mövzuya toxunmuş və sizinlə bu mövzu haqqında ətraflı məlumat əldə etmişdik. Biz bilirik ki, qədim Yunan heykəltaraşı Proklet baş ölçüsü əsas ölçü götürərək demişdi ki, insan bədəni təxminən 8 baş hündürlüyündə olur. Yəni baş ölçüsü standart bir ölçü olaraq insan bədənində 8 dəfə yerləşə bilir. Yəni 8 hissəyə bölür. Və bu ideya daim müzakirələrə səbəb olmuş, alimlər tərəfindən araşdırılmış, yeni kəşflər olunmuş, əlavələr gətirilmişdir. Sonralar isə Lissip bu ideyanı inkişaf etdirir və daha sonra dəqiq bölgü sistemi təklif edir. O isə qeyd edir ki, üz bədənin 1/10 hissəsini, başı isə boyunla birlikdə 1/6 hissəsini təşkil edir. Yəni, əgər insan fiqurunun əlləri və ayaqları açıq şəkildə təsvir edilsə, o zaman fiqur ətrafında kvadrat və dairə əmələ gələcək ki, həmin bu sxemə əsasən də insan bədəni silüetin qədimlərin kvadratı adlandırmışdılar. Sonralar isə məşhur rəssam Leonardo da Vinci bu sxemi daha da təkmilləşdirir. O ideyasında insan fiqurunun göbək mərkəzi dairəyə daxil edir və bu da proporsiyanın dəqiqliyini göstərməsində bizə böyük bir əhəmiyyət kəşf edir. Ümumiyyətlə, qadın və kişi bədəninin silüeti daim araşdırılmış və üzərində müzakirələr aparılmışdır. Və dəyərli müəllimlər, biz nəzərə alsaq ki, kişi və qadın fiqurları arasındakı böyük bir fərq var. Və gəlin bunların bir müqayisə eləyək ki, bu fərqlər nədən ibarətdir? Ümumiyyətlə, hər bir şəxs gözünün qarşısında bir kişi, bir qadın bədəni silüeti formalaşdırsa, arasındakı fərqi gözlə görəcək qədər, yəni ideoloji olduğunu görə bilərik. Deməli, qadın fiquru olanda əsasən burada daha kiçik boy nəzərdə tutulur. İncə bel, enli çanaq və dar çiynə malikdir. Həqiqətən də belədir. Amma kişi fiqurunda isə daha uzun, düz, çiyni geniş və daim qadın fiqurundan fərqlənən bir silüet göz qarşısında canlana bilir. Həqiqətən də, yəni real həyatda da baxanda qadın nə qədər boyu uzun olur olsun, bir kişi şəxslə yaxın duranda iki bədən silüeti, kişi ilə qadın arasındakı bir qismdə olsa fərq hiss olunur həqiqətən də. Ona görə də yəni kişi və qadın bədən fiqurası bir-birindən həmişə fərqlənə bilir. Və bundan başqa bir də 20-ci əsrdə məşhur arxeoloq Le Causebey insan bədəninin qızıl kəsik prinsipinə əsasən təsvir eləyir. Bu isə dizayn və arxitekturada sahəsində böyük bir inqilab yaradır. Yəni insan bədəninin qızıl kəsik prinsipi daim inkişafda olduğu üçün, yəni həmin hissələrin bütün bədən silüetinin yaranmasında əsas vacib olaraq, nüans olaraq qəbul olunur ki, bu da yəni bütün məlumatlar, yəni bütün bu məlumatlar dizaynerdə, modelçiliyə, dərziliyə uyğun geyim formasının düzgün layihələndirilməsi üçün əhəmiyyətli bir kəşf sayılır. Bugünkü günümüzdə də insan bədəni silüeti daim araşdırılmaqdadır, insan bədəni silüeti daim inkişafdadır və dizaynerlər, dərzilər olaraq biz bunları bələd olmalı və həmin formalara əsasən öz formamızı, geyimimizi yaratmalıyıq. Və əziz izləyicilər, sonda isə onu demək istəyirəm ki, bu dərsdə biz insan bədəninin proporsiyasını, tarixi kanallarına nəzər yetirdik.
Biz növbəti dərslərimizdə isə bədən tiplərinə uyğun geyim formalarının seçilməsinə də nəzər salacağıq. Ümid edirəm ki, hər biriniz üçün əhəmiyyətli olaraq bir yəni xeyir verə bilirik bu dərslərdə. Ümid edirəm hər biriniz bu yolda uğur əldə edəcəksiniz. Hər birinizə diqqətinizə görə təşəkkür edirəm. Növbəti dərslərimizdə görüşənədək sağ olun müəllimlər.